Diqqət, diqqət, danışır xalq jurnalistikası. Axşamınız xeyir olsun. Space'də son xəbər studiyada Elvin Basqallıdır. Bu gecə İrana çox ağır zərbələr endirə bilərik. Bunu Birləşmiş Ştatlar prezidenti Donald Trump Ankara'da Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşündə deyib. Bu müharibə deyil, bu İranın nüvəsizləşdirilməsidir. Trump bildirib ki, İranı razılaşmanı pozmaqda da ittiham edib. Sepah bu səhər Küveyt və Bəhreyndəki Birləşmiş Ştatlar hədəflərinə atılan ballistik raketlərin görüntülərini paylaşıb. Amerika Birləşmiş Ştatları İsrail hücumunda həlak olan İranın ali dini lideri Əli Xamneyinin cənazəsi Qum şəhərində keçirilən vida mərasimindən sonra İraqın Nəcəf şəhərinə aparılıb. Tehrandakı vida mərasimindən sonra İranın dini mərkəzlərindən biri sayılan Qumda Xamneyi və ailə üzvləri üçün növbəti mərasim təşkil olunub. Mərasimə milyonlarla insan qatılıb. Cəmkəran məscidi ilə Həzrəti Fatimə məqbərəsi arasındakı ərazi izdihamla dolub. Ankara'da NATO dövlət və hökumət başçıları zirvəsi çərçivəsində prezident kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın baş naziri Giorgia Meloni olub. Meloni prezident kompleksində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz qarşılayıb. İtaliya hökumətinin başçısı mərasimə qara kostyum və iri boyunbağı ilə qatılıb. NATO sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan Fransa prezidenti Emmanuel Macron Ankara'da səhər qaçış edib. Fransa liderini mühafizəçiləri müşahidə ediblər. Macron onu sabahınız xeyir və Türkiyəyə xoş gəlmisiniz deyərək salamlayan jurnalistləri fransızca salamlayaraq təşəkkür edib. Ukrayna Rusiyanın şəhərində yerləşən iki böyük sənaye müəssisəsinə PUA zərbəsi endirib. Rusiyada daxili bazarda yaşanan yanacaq böhranı pik həddə çatıb. Novorossiysk şəhərində yanacaq qıtlığından cana doyan sakinlər yanacaq daşıyan maşının yolunu kəsərək yerindəcə benzin tələb ediblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə yanacaq doldurma məntəqələrində növbə üstündə vətəndaşlar arasında əlbəyaxa davaların düşdüyü də əks olunur. Vəziyyət o dərəcəyə çatıb ki, yanacaq almaq istəyənlər yanacaq doldurma məntəqələrinin qarşısında çadırlar quraraq gecələməyə başlayıblar. Yerli sakinlər yaranan mənzərəni benzin düşərgəsi adlandırırlar. Mütəxəssislər neft ölkəsinə yaranan bu böhranı hərbi logistika və neft emalı zavodlarındakı fasilələrlə əlaqələndirirlər. Quru qoşunlarının rəhbərliyi altında quru qoşunlarının hərbi hissələrinin iştirakı ilə iri miqyaslı əməliyyat təlimi keçirilib. Təlimdə komando, motatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edib. İlkin mərhələdə qoşunların döyüşə hazır olma vəziyyətinə gətirilməsi, şəxsi heyətin və texnikanın dəmir yolu vasitəsilə daşınması, hərbi hissələrin avtomobil yolları ilə uzaq məsafələrə, o cümlədə məhdud görmə şəraitində hərəkəti, əməliyyat və döyüş təyinatı rayonlarının bilavasitə müdafiə hədlərinin tutulması həyata keçirilib. Manevrlər gedişində yüksək təşkilatçılıq nümayiş etdirilib. Fövqəladə Hallar Nazirliyi, Dövlət Yanğın Nəzarəti Xidmətinin və Dövlət Sərhəd Xidmətinin ENSA ilə hərbi hissəsinin birgə təşkilatçılığı ilə təlim keçirilib. ENSA ilə hərbi hissədə keçirilən təlimə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilas etmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb olunub. Təlimin keçirilməsində məqsəd hərbi hissənin şəxsi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və əməkdaşlarının xilas etmə üzrə peşəkar bacarıqlarının artırılması olub. Yağan yağışlar nəticəsində Tala çayında suyun səviyyəsi xeyli artıb. Sel nəticəsində Yuxarı Talanın Qırğıllı adlanan ərazisində 50 metrə yaxın sahil mühafizə bəndi dağılıb. İntensiv yağan yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi yaşayış evlərinin həyətyanı sahələri və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinə məlumatlar daxil olub. Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri
xəbərlərinin görülməsi işləri davam etdirilir. Dünən gecə saatlarından başlayan intensiv yağışlar Ağstafa rayonunda bir sıra fəsadlar yaradıb. Qaynar xəttimizi, WhatsApp nömrəmizi sizə xatırladıram. 055 8 104 104. Bu nömrəni telefonunuza qeyd edin və sizi maraqlandıran, narahat edən məsələlərlə bağlı görüntünü qeydə alıb bizə göndərin. Sabah bu həftə göndərdiyiniz bütün qaynar xətt videolarını sizə təqdim edəcəyik. Sizi maraqlandıran və narahat edən məsələlərin işıqlandırıldığı son xəbəri izləyirsiniz. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Balakən rayonu Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon yanğından mühafizə hissəsinin yanğın söndürən xilas ediciləri əraziyə cəlb olunub. Həyata keçirilən xilas etmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş 40 yaşlı Ramiz Asxabov xilas edilib. Bir neçə gündür yağan intensiv leysan yağışları nəticəsində çay daşıb və Balakən rayonunun Katex kəndini su basıb. Balakəndə 43 yaşlı kişini sel aparılıb. Rayonun Katex kənd sakini 43 yaşlı Aslan Ramazanoviç Rızayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Onun axtarışları davam etdirilir, amma bir neçə dəqiqə öncə bir məlumat əldə etdim ki, artıq 43 yaşlı şəxsin meyidi tapılıb. 4 iyul tarixində Həkəri çayının Zəngilan rayonu Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 64 yaşlı Həsənov Nuşirəvanın axtarışları isə davam etdirilir. Axtarışlar Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir. İyulun 6-sı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyidi tapılıb. 16 yaşlı Hümbətov Vüsalın meyidi batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib. Ağdərədə Suqovuşan kəndində fəhlələri daşıyan mikroavtobus dərya aşıb. Qəza zamanı 6 nəfər xəsarət alıb. Bugün səhər saatlarında ölümlə nəticələnən yol qəzası olub. Nərimanov rayonu Ziya Bünyadov prospektində Mitsubishi Pajero EO markalı avtomobil evakuatora çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Oğuz rayonunda yük avtomobili yanıb. Hadisə rayon ərazisindəki taxıl zəmisində baş verib. Biçindən sonra taxılla yüklənmiş tır alovlanmağa başlayıb. Nəticədə yük maşını tamamilə yanaraq yararsız hala düşüb. Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna daha bir avtomobil düşüb. Qəzaya uğrayan Toyota Agua markalı minik avtomobili quyudan xüsusi kran vasitəsilə çıxarılıb. Qeyd edək ki, bir neçə gün əvvəl də həmin quyuya avtomobil düşmüşdü. Və nəhayət, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna avtomobillərin düşməsi ilə bağlı açıqlama yayıb. Pirşağı qəsəbəsi ərazisindəki dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur. Tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, tikinti sahəsi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib. Təmin edilib, amma son vaxtlar ard-arda elə günü bu gündə ora həmin quyuya avtomobil düşüb. Bakıda yolda texniki nasazlıqla üzləşmiş avtomobillərin sürücülərinin digər hərəkət iştirakçıları üçün xəbərdar edici işarələrdən istifadə etməməsi adi hala çevrilib. Belə hadisələrdən biri Xəzər rayonu ərazisində Zuğulba Bilgəh yolunda qeydə alınıb. Mercedes markalı avtomobil sürətli yolun döngü hissəsində texniki səbəbdən dayansa da, onunla eyni istiqamətə gələn və görmə məsafəsi az olan digər nəqliyyat vasitələri üçün heç bir xəbərdar edici işarə qoymayıb. Nəticədə yolda qəza şəraiti yaranıb. Son aylarda ölkənin virtual məkanında Ponzi sxemi əsasında fəaliyyət göstərən Eni Unboxing adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərini ələ keçirməsi ilə bağlı Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə baş idarəsinə çoxsaylı müraciətlər daxil olub.
Deməli, buna qoşulan şəxslərə isə müxtəlif məbləğlər müqabilində virtual qutular satılıb. Onlara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri barədə həqiqətə uyğun olmayan vədlər verilib. Vətəndaşların bu proses zamanı qazandıqları virtual maliyyə vəsaitləri N-Unboxing tətbiqində onlar üçün yaradılmış profil hesablarında əks olunsa da, reallıqda həmin gəlirlərin heç bir iqtisadi əsası olmadığından onların nağdlaşdırılması mümkün olmayıb. Bundan başqa platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonusların veriləcəyi də vəd olunub. Bu yolla təxminən 300 nəfərdən artıq vətəndaş Unboxing onlayn dələduzluq piramidasına cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib. Həyata keçirilən əməliyyat texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları 38 yaşlı Lee Kai-Fat, 34 yaşlı Ravi Svattas tərəfindən təşkil edilib. Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirakçıların piramidaya cəlb olunması üçün 34 yaşlı Arzu Musayeva, həmçinin 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib. Əməliyyatın davamı olaraq 3 nəfər saxlanılıb, adı çəkilən digər şəxsin saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib. Son günlər çox danışılırdı bu haqda. Hər kəs pulunun batdığını bildirirdi. Təşəkkür edirik polislərimizə. Kibercinayətkarlıqla mübarizə istiqamətində nəhayət ki, yüzlərlə insanı alladan, böyük məbləğdə, təqribən 2,5 milyon manat mənimsəyən dəstə üzvlərindən 3'ü saxlanılıb, biri haqqında isə beynəlxalq axtarış verilib. Paytaxtın Nərimanov rayonunda və Sumqayıt şəhərində market və avtomobillərdən ümumi dəyəri 2000 manatdan artıq olan tütün məmulatları oğurlanıb. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsində əməkdaşları oğurluq əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 27 yaşlı şəxs saxlayıblar. Saxlanılan şəxsin üzərinə baxış zamanı narkotik vasitə olan heroin də aşkarlanıb. Oğurluğun axırı yoxdur. Nəhayət ki, onlar tutulurlar və istərdik ki, bu həm də onlar belə deyə bir mənfi qəhrəman kimi nümunə olsunlar ki, oğurluqla heç vaxt gəlirlərini, ruzlarını artıra bilməyəcəklər və sonda onları həbs həyatı gözləyir. Hörmətli tamaşaçılar, qaynar xəttimizi bir daha xatırlatmaq istəyirəm. 055 8 104 104. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırmasını istədiyiniz mövzularla bağlı bizim qaynar xəttimizə yaza və video göndərə bilərsiniz. Sabah yenidən görüşərik. Vədimizə sadiq olaq.